Bunun arxasında çox uzun bir yol dayanır və o uzun yolda da çox insanlar dayanır. Bax, həmin insanlar hansı ki heç özləri də bilmədən mənim həyatımda rolları olubdu. Mən onlardan öyrənmişəm, mən onların təcrübələrindən bəhrələnmişəm və onlar məni təşviq eləyibdi. Bilmədən də Everestə getməyə. Bax, həmin insanlarla mən sizi görüşdürəcəm. Həmin insanlara birbaşa suallar verəcək. Çox maraqlı olacaq. Qulaq asın, görün onlar kimlərdir və necə mənə kömək ediblər, heç özləri də bilmədən. Vəfa xanımla mən 2-ci Vətən müharibəsindən sonra dekabr ayında Xarı Bülbül lövhəsini aparanda orada mən tanış oldum Vəfa xanımla və bizim bir balacada yürüyüşümüz də oldu. Sürətli bir yürüyüşümüz var idi və orada Vəfa xanım bizlə ayaq-ayaq gəlirdi. Hətta yadımdadır, gəldim yoldaşıma da dedim ki, mən bu qədər xanım görmüşəm də, alpinist xanımlardan. Barmaqla saya biləcəklərimdən biri də Vəfa xanımdır. O da səbəbi buna görədir ki, yəni bizim ayağımız, biz çox sürətli gedirdik və bizdən bir addım belə kənarda qalmadı. Tam yəni istədiyimiz o nöqtəyə kimi getdik. Orada gəldim yoldaşıma da dedim. Orada bildim ki, Vəfa xanım. Yəni tanış olmağım oradaydı. Bir çox tədbirlərdə olub. Bu Azərbaycanda təşkil olunan trail running dağ qaçışları ilə bağlı Zəfər zirvəsinin lövhəsi yəni proqramlaşdıranda orada biz bulvarda hər gün qaçırdıq. Orada Vəfa xanım da bizlə gəlirdi, məşq edirdi. Bir də ki Lenində idi. O da ki bəli, gəldim özdə düşmüşəm base kampa, axtarıram uşaqları. Axşam saat 8 idi, 9 idi. Base kampa o kişi gəldi, bəs dostların gəlir. Gəldim, gördüm ki Vəfa xanımgil gəlirlər orada. Çox güclü qadındır əsas. Və yəni qrupda olanda deyib, gülmək, ondan sonra bir növ rahatlıq var və səmimidir Vəfa xanım. Əslində belə desəm, xanımlarla dağa getmək əsla da çətin deyil. Yəni real mövzu baxanda, niyə ki orada ümumiyyətlə xanım və ya bəy ayrım seçkiliyi yoxdur. Yəni o da xoşbəxtəm ki, uşaqlıqdan bu sahədə olduğum üçün və atamdan da görmüşəm deyə və indiyə kimi də, bu yaşa kimi də bir çox xanım, yəni bir çox ekspedisiyalarda olmuşuq. Yəni hamısı bəylər, xanımlar, heç bir ayrı seçkiliyi yoxdur və Vəfa xanımla da ki, yəni heç bir şeyi yoxdur. Çətinliyi yoxdur. Mən öyrəndim. Həddən artıq səbirlidir, təmkinlidir, həddən artıq. Çox, o bir şey var deyərlər, çox, necə deyim sizə, birdən coşub, aşmır, hövsələ ilə. Yəni, mən indiyə kimi 2 nəfərin əsəbləşməməyini görmüşəm, biri də Vəfa xanımdır. O yaxçı olar ki, Vəfa xanım özü cavab versin, amma mən... Nimadan nəyi öyrənmişəm, çox şey öyrənmişəm, amma mən onu demək istəmirəm. Mən bilsən Nimadan nəyi öyrənmişəm. Nima məni Everestdə ən çox tətikləyən adam olubdu. Yəni, bu Azərbaycanda dağçılar arasında ən çox tətikləyən olubdu. Çünki Everesti mənim yadıma salan adam həmişə Nima olubdu, hər il Nima olubdu. Amma Nimanın bundan xəbəri olmayıb. Qəti bundan xəbəri olmayıb. Nima sadəcə olaraq, onu dağçı olaraq bölüşübdü, paylaşıbdı və Azərbaycanda yaşayan bir insan kimi, bir Azərbaycanlı kimi deyib ki, necə yəni də, niyə hələ də bizdən bir Azərbaycanlı qadın görürüz? Bunu hər dəfə deyərək, çox bilmir də mesaj mənə gəlir çıxdı. Amma elə bilirdim ki, Nima onu birbaşa mənə deyir. Ona görə, yəni, o özü xəbəri olmadan da, bilmədən də o əvəzsiz rol oynadı mənim Everestdə gedib çıxmağım. Özü də bilmədən.
Bax belə də olur bəzən. Dağda insanlar özü ilə yemək aparır, su aparır və hər zaman uzun məsafə olanda hesablayırsan ki, bu ancaq sənə çatar da, nə bilim, neçə zirvə edəcəksən və s. Bizim də bir zirvəmiz vardı. Çox uzun bir məsafə idi. Qızılqayadan getdik, bilmirəm hardan düşdük, gəldik, amma çox uzun bir məsafə idi. Orada da hamı öz yeməyini hesablayır. Düzdür, hamı bir-birinə təklif eləyir, amma həm də deyəcəksən ki, indi paylaşmağı Nimadan öyrənmisən, yox. Amma ən gözəl nümunəni həm də Nimadan görmüşəm də. Yeməyi çıxartdı, dedi ki, bunu mənim yoldaşım düzəldirdi, amma mən bunu böyük məmnuniyyətlə səndən bölüşə bilərəm də. Mən də görürəm ki, yol hələ çox daxı, özünə də yemək lazım olacaq. Dedim, yox, ehtiyac yoxdur, vallahi deyir, düz deyirəm. Bitkə qırağından biri, çox yox, bitkə. Ye, bax ondan sonra yaxşı olacaqsan. Yəni nə çıxardırdı? O sadəcə təklif eləmirdi də. Yəni birə-bir onu məni ikna edirdi ki, mən yeyim, özümü yaxşı hiss edeyim. Qayğıya qalmaq, dostun qayğısına qalmaq yolda, dağçının qayğısına qalmaq mənim üçün çox dəyərli bir keyfiyyətdir. Bunu da öyrənmişəm. Leninə gedəndə base kampa düşdüm. Axşama kimi uşaqlarla gözlədim. Axşam saat 8 idi, 9 idi. Gəldilər və okeydə, yəni oradakı olan qrup üzvləri ilə Vəfa xanımla daha çox yəni kontaktdaydım, salam əleyküm edirdim. Vəfa xanımı məsələn ildən ilə yarışlardan və ya hər hansı bir şeydən gələndə, amma base kampa çatanda Vəfa xanımgildə düşdülər aşağı, hələ palatkaya getməmişə, gəldilər restorana. Mən də restoranda oturmuşdum. İlk səmimi mənlə qarşılaşan, səmimi, yəni baxanda o birisi 4-5 nəfər uşaqlara ən səmimi Vəfa xanım idi. O orada mənim üçün həqiqətən çox önəmli idi. Dağlarda indiyə kimi heç kimə deməmişəm ki, sən çıxa bilərsən ya çıxa bilməzsən. Və ona görə də yəni dağ mənə bir şey öyrədib ki, real olmaq lazımdır. Yəni nə qədər də dost olursanız ol və buna görə də çox dostlarımı itirmişəm. İndi əgər ona dost desəm. Yəni dostluğun güzgüsüdür. Deməmişəm sən çıxa bilməzsən. Demişəm bu zirvə üçün sən hazır deyilsən. Məşq eləmək lazımdır. Və ya texniki baxımdan biliyi qaldırmaq lazımdır və s. Mən hələ ümumiyyətlə bilmirdim Vəfa xanım çıxacaq. Mən gəlib yoldaşıma ilk dəfə deyəndə ki, 2020-də ki, yəni belə bir qadın var Azərbaycanda ki, bizlə ayaq gəlir və çox güclüdür. Mən biləndən sonra ki, Everestə çıxacaq, özü ortalarındaydı bildim. Yəni mən paylaşıram, bir nəfər xanım var, çıxır və o belə bir şeydir. Axtarıram, amma tapa da bilmirəm da kimdir. Bildiyim adamlara da yazıram və mən də bilirəm Azərbaycanda 3-4 nəfər bəlkə xanım o potansiyelə var, amma onları sıralamaya qoyanda birinci Vəfa xanımı qoyuram ki, yəni birinci bu olacaq. O tərəfdən də bəzi uşaqlar var ki, ortaq dostlarıma yazıram, onlar mənə cavab vermir. Daha da mənə dedim, okey, bildim, bu Vəfa xanımın özüdür. Orada ki biləndə özə bilirdim, saat şeylə danışırdım, Fəridlə danışdım. Gecə saat 12 idi, gecə 12 idi, birin yarısı idi, yazıram indi. Bildim ki, bu da demir mənə, bildim, okey, tutdum söhbət. O anda bildim ki, Vəfa xanım çıxacaq. Onu inanırdım, 100%, amma o qayıtmaq başqa bir məsələdir. Niyə ki, ümumiyyətlə istatistikaya görə dünyada ən çox yəni hadisələr 70% qaydanda olur. Mənim indiyə kimi 2013-də rəhmətli dostum Broad Peakdə 8000-də rəhmətə gedəndə düzdür, mən də o vaxt getməliydim, amma o vaxt toyum olduğu üçün gedə bilmədim və toyuma düz 3-4 gün qalan mənə xəbər verdilər ki, bu adam Broad Peakdə 8000-də itib yoxdur. Reallığı bilə-bilə, amma onda belə məsəl üçün gözlərim dolmadı, narahat olmadım, amma öz içimdə saxlamışdım buna ki, okey də var. O demək deyil ki, narahat olun. Amma okey, amma ümumiyyətlə bu dağ sahəsində gözlərim bir dəfə doldu. O da sevinc idi. O da səhər saat 5 idi.
hansı şirkətdən ki gedirdi, o paylaşdı ki, bəs Lotse zirvəsinə gedib qayıdıb, orada yəni siz də üzr istəyirəm bunu deməkdə, yoldaşımı oyatdım. Və maraqlı bu da demədim Vəfa. Dedim Vəfa xanım ikinci 8000'i vurub. Yəni mən düşünürəm ki, mən hər kəsdən daha çox və düz yəni mən deyəndə yəni bu sahədə olanlar bilirlər ki, bir sezonda 2 dənə 8000'i vurmaq hər adamın işi deyil və maraqlısı da budur ki, 2025'də bunu ikinci dəfə təkrarlayan olmadı xanımlarda. Bax bu daha çox önəmlidir. Və ona görə də orada demədim ha, çıxmaq olmur. Qayıtıb orada şey elədim ki, Vəfa xanımın məsələn, okey, mən düşünürdüm 100'dürsə, getdi 8000'lərə qayıtdı gəldisə, Vəfa xanımın gücü oldu 200. Həqiqətən yəni orada möhtəşəm idi. Salamünaleyküm. Aranızda oturmuram. Sadəcə biraz əlavələrim var. İstəyirdim onları deyim. Mən Vəfa xanımı da bir neçə ildir tanıyıram. Nima da mənim həyat yoldaşımdır. Onu da tanıyıram. Və Nima ilə ailə qurandan artıq ixtisasca ədəbiyyatçı olsam da mən dağçıların arasında daha çox olmuşam. Həm Azərbaycanda, həm başqa ölkədə. Mən bilirəm ki, əsl dağ dostu nə deməkdir, əsl dağ yoldaşı olmaq nə deməkdir. Dağlarda zirvəni dostuna görə qurban vermək nə deməkdir. Mən bunları bilirəm. Nimanın nə qədər dostlarının dağlarda həyatını itirdiyini bilirəm. Biz hər il izləyirdik ki, Azərbaycanın Everestə kimlər gedir. Və hər ildə xanımlarımız çıxmayanda Nima çox məyus olurdu. Həmişə də paylaşırdı ki, bu ildə Azərbaycandan qadın yoxdur. Hərdən hirslənirdim, deyirdim ki, Nima, gəl qızımızı böyüdək, o geçsin, çıxsın, sən bir ürəyin yerinə gəlsin. Hətta dostları hər dəfə ki, dağlarda rəhmətə gedirdi, deyirdim ki, sən o qədər tək qalırsan ki, axırda məcbur olacağım, özüm sənə qoşulum dedim. Bu ilki siyahı çıxdı, xanımların, ki, Azərbaycandan bir dənə də xanım var, sevindik. Gəldi mənə dedi ki, paylaşımı gördün, nə paylaşmışam? Dedim, yo, nə paylaşımsan? Dedi, Azərbaycandan bir nəfər xanım gedir. Dedim, kimdir görəsən? Fikrimizdə bir neçə nəfər var, amma hələ 30 lira bilmirik. Orayla maraqlandı, burayla maraqlandı. Bir-iki uşaqlarla danışandan sonra dedi, ülkənin 100% Vəfa xanımdır. Mən də Vəfa xanımı uzaqdan uzağa izləyirdim. Bilirdim ki, Vəfa xanım öz üzərində işləyir və bilirdim ki, yoga ilə məşğul olurdu. Başa düşürdüm ki, bu insan nəsə ali bir məqsəd üçün çalışır. Amma o məqsəd nədir? Mən onu tuta bilmirdim. Və onda başa düşdüm ki, hə, Vəfa xanım dağlara özünə tanıtmaq üçün gedib. Və mənə o qədər xoş oldum. Sidqi ürəklə Nima ilə arzu edirdik. Sidqi ürəklə dua edirdik. Adətən biz həmişə görmüşük ki, son zamanlar çox deyərlər ki, adam özünə indi yaxşı gün dostu da tapa bilmir. Elə pis bir zamandayıq. Amma Nima düz vurğuladı. İnanırsınız, sübh saat 5 idi. Məni silkələdi ki, çox-çox üzr istəyirəm. Vəfa xanım Lxotsaya çıxıb. Yuxuluyam, başa düşmürəm. Və Lxotsa heç mənə çatmır ki, Lxotsa nədir ya? O an, yəni Everest isə sübh saat 5'də yadıma düşür. Deyirəm, Nima, nə baş verir? Və görürəm gözlər dolub, bu amma sevinç göz yaşıdır. İnanırsınız, mən öz yoldaşıma olan bir də vuruldum ki, bir insanın uğruna bu qədərmi sevinir? Vəfa xanım həqiqətən öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. O bizim üçün böyük bir fəxirdir. O Azərbaycan xanımı üçün böyük bir fəxirdir. Azərbaycan qadını çox keşməkeşli bir yol gəlib. Çox böyük qadağalardan çıxıb bu günə gəlib özünü təsdiqləyib. Azərbaycan qadını şərqdə ilk seçki hüququ olan bir qadındır. Biz Azərbaycan qadını bir çox ilklərə imza atıb. Və mən çox şadam ki, məhz Vəfa xanım, Everestə çıxan ilk Azərbaycanlı xanım o insandır ki, mən onu şəxsən tanıyıram. Bu qürur verici bir haldır. Vəfa xanım bizim gənc xanımlara, bizim yeniyetmə qızlarımıza böyük nümunədir, böyük örnəkdir. Və mən düşünürəm ki, ondan götürəcək, öyrəniləcək çox şeylər var. Yolu həmişə açıq, havası həmişə aydın olsun, həmişə ucalarda olsun.